Buyurun. Bunun hansı yaxşıdır? Bu birinci krep kimidir. Bu da ki yenidir mənə. Bunun altında nədir görün? Ispanak. Ispanaqlı Ispanaqlı nəsə? Sarımsaqlı qarmaqlı ispanaklı. Bundan Badımcan vermə falan. dənə. Ondan sonra bir də içməyə qalmışlı kolla verərsən. Xəstələnmişəm, soyuq içirəm. Çayanda körpü bir dənə də kola. Olur. Tez versələr daha yaxşı olar. Çünki biraz tələf. Kolanı indi verir, yoxsa yemək. Hə, ver. Lülə yemirəm, ay bedini, lülə sevmirəm. Lülə yeyəndə boğazımdan qayıdır. Nemranovda, Madodayam. Nə bilim, lülə yeyirəm, qışqırma verir. İçinə şey çox qatırlar da, soda qatırlar ona görə. Əslində soda qatmasalar yeyərəm. Gəlmişəm Aytaç xanımın yanına, saat 2-də orada olacağım. Dedim 2-yə kimi bir nəsə qidalanım da. Axşam getdim, biraz əyləndim. Kadehə aparmışlar mənim. Çox sağ ol, ay Yüzür. Oturmuşam deyim Madoda. Şimdi buradan Aytaç xanımın yanına gedəcəm. Üçün çörək vereyim. Çörək, nə bu, yeməyin bölünə gedir yoxsa Bəli. az verərsin. Sədərəyə gedəmədim. Pulum var, yemək pulu. Çox sağ ol, Allah var eləsin. Elə sənin o sözü gəlib yazmağın bəs. Varımdır. Pul yığıb gəlmişdim də Bedna Bakıya. Anamın o həkiminə görə. Keyfilə, yaxşı. Sağ ol. Kız diyor Timur'da otur, var diyor Timur kimdir? Bura Nərmanovdur. Babaşkilə qoşulmayın. Mən onsuz da onların ətrafında deyiləm. Nəyinə qoşulum? Mən 2-3 ildir ki, onun yanında deyiləm. Aralaşmışıq biz, uzaqlaşmışıq. Hə, Nərmin xanım, üstünə sağlıq. Bakının havası mənə düşmür. Onun yanında xoşa gəlməz insanlar var, mənlik deyil. Mən onun yanında fırlana bilmərəm. Yaxşı canım.
Mənim üzləyicim mabest. Gör sen nesin? Kör kör gör, elin gözü tərəzidir. Hər şey məlumdur. Mən özümü kiməsə tərifləmək məcburiyyətində deyiləm. Və yaxud da göstərmək məcburiyyətində deyiləm. Hoşuna gəlir, bax, gəlmir, uç. Allah'a şükür, ac deyiləm, açıqda deyiləm. Mənim izləyicilərim mənə heç kimə möhtac eləmir, sağ olsunlar. Lazım olur, maaşımı da verirlər. Onun kimi bayquş kimi qalmamışam, ona görə sakit, problemsiz həyat dərsi sürürəm denən. Şükür Allah'a. Evim, eşiyim, 3 sot yarım məhləm. Ondan sonra palım paltarım, ayaqqabılarım, geyimlərim, evimin hər bir hacamatı. Ondan sonra qazım, suyum, işığım. Ondan sonra gözəl izləyicilərim. Anamı güclü müalicə eləmişəm izləyicilərimin sayəsində. Ondan sonra izləyicilərimin sayəsində yeyirəm, içirəm, gəzirəm. Bundan artıq nə olmalıdır ki, aybaş? Samolyot sürməliyəm. Mənə çox maraqlıdır. Samolyot sürməliyəm ki, sizin ürəyinizə yatsın. Yazıqlar. Çox sağ ol. Heç mənəm deyən oğulların bacarmadığı şeyləri bacarmışam mən. Bakıda, Bakıda həmişə gələndə trip oluram. Nə? Bir sən bu platformada düzgün istifadə edib özünə gün ağladın, Tima. Bilirsən nə tərdir? Mən o vaxt uşaq vaxtı bir yerdə işləyirdim. Orada bir müdür var idi. Deyirdi ki, məndən istifadə eləyin, amma yaxşı niyyətlə istifadə eləyin. Yaxşı niyyətlə istifadə eləyin, həmişə yeyin. Başa düşdün? Mən izləyicilərimi heç vaxt saxtalıq eləməmişəm. Bir kamaz kubik alanda da onu göstərmişəm ki, bir kamaz kubik almışam. Daşı daşın üstünə qoyanda da daşı götürüb qoymuşam, onun üstünə göstərmişəm hamıya. Mən xəstələnmişəm. Xanımlar var, deyir getmə. Bilmirəm, gedim yoxsa yox. Sibrizə deyir gedək. Fatima çox sağ ol. Deyir qal 1-2 gündə Sibrizə zada gedək gəzək. Dedim yox, bəsdir daha bilmirəm. Bu axşam qərar verəcəm. Ola bilsin sabah getdim Bərdiyə. Nə bilim, xəstələnmişəm, həvəsim yoxdur Sibrizə zada. Həm də ağaçlarımız adımı gedim suluyum da. Nərmin xanım, mən immunitetim zəifdir, mən müalicə olmasam sağalmıram. Gedim heç olmasa bir anamın işlərini həll elədim də, indi özümə baxım da bəsdir.
Biraz da özümü müalicə edeyim. Xəstəlik 3-cü gündür, sabah düzələcək. İmmunitetim zəifdir. Çox sağ ol, Allah köməyində dursun. Meyvə yemirsən deyə su içirəm ki, meyvə də yeyəm. Burada sizin narahat eləmir. Yo, buyur. Müdürlü sahibi. Buyurun. Yok. Yo, götürün. Ay, ben buranın işçisiyim. O ev yoxdan olur. Yok, sağ ol. İcazə yoxdur. Sağ ol, vallahi. Sağ ol. Yani böyle şey bekliyor. Ben buranın işçisiyim. Maaş var. Sağ ol. Sağ ol. Müdürlü sana. Buyurun, xoş. İncine. İndi gedəcəm, yeməyim gəlsin, yeyib gedirəm. Nikoş, çox sağ ol. Sistemi həkim məsləhəti ilə qoşduracam. Deyir ki, ringerdir, kalsikil kanatlı, deyir bunları köçürtdürmə. Deyir o sadəcə duzlu sudur, yəni onu niyə köçürtdürəsən ki? Vitamin var, şeydir, Kondomix bahadır, 55 manat. Nərmanovdayım. Yeməyim gəlsəydi, yeyib qaçardım. 3 saat 2 oldu. Saat neçədir? Hələ 2 işləyib. Nişanlı deyiləm, yox. Aytaç xanımın yanına gedəcəm. Orada Aytaç xanımın canlısına gələrsiniz, qoşulacam ora. Gözləyirəm hamınızı Aytaç xanımın canlısında. Çox mədəni oğlansan. Sən mənim amdan keçmisən, Bakıda evində qalanda tərbiyəli birisən. Kasada nə? Dükandan? Salam. Bugün hədiyyətini görmədim. Çox sağ ol Məryəm, cibində olsun. Sepim mi var? Mən bu sepi Türkiyədən 4 ildir gəldiyimiz, 4 ildir taxıram bu sepi. 2 dənəsi var bunun məndə. Biri uzundu, biri gödək. Bu gödəkdir. Uzununu biraz pis günə qoymuşum. Təmizlənməlidir. Nərmanovda, Madoda. Belə motoskeletlərini yığışdırmırlar görən. Hər şey qəşəkdir. Birdən o elə şeylər yığışsalar qəşəng olur.
Bir də kosmetoloqa gəlmişəm, biraz tez gəlmişəm. Ona görə gözləyirəm. Saat 2-də yaxınıq. Yemək yeyib gedəcəm ora. Demirəm, motoskeletləri yığışdırsınlar. O xor-xor qoyanların xor-xoru deşilsin. Onlar özü qəsdən qoyur onun içinə. Necə sən o fikir? O material ilə xoruldamır, onun içinə xorultu qoyurlar. O fikir, çox sağ ol. Təşəkkür edirəm. Uşaqlar, xəstəyəm, üzümdə şişkinlik var, görən olacaq. Üzümdə prosedurlar yoxsa yox. Nə yiyəcəm, nə bilim, sifariş verdim. Fərqli bir şey gəldi. Sağ ol. Ve olacaq, narış gelmeli dolduracaq. Bakıdayım, Nərmanovda, Ofka. Belə bir şeydir. Sağ olun. Yine tam hiss eləyirsən ki, bu fərqli bir şey istəyir. Zakaz verirsən yeməyə. Yeməyi ağzıma qoyandan sonra hiss elədim ki, tam hiss eləmirəm. Nətər menyu neçəyədir şey? Bu yeməyin qiyməti baha. Kola sifariş vermişəm, baxmadım qiymətinə. Əlavə çörək sifariş verdim, niyə bilmirəm. Bir də bu yemək. Bahadır. Yeməyin qiymətini deyim, sonra deyəsi quduruq. Sağ ol. O birisi səhifəm spamdan çıxanda burada mənə nə deyirsiniz? Üzünüzə deyəcəm, spama gedib oradan açacağım canlı yayım. Orada spama gedincə gələcəm bura. Bura açılana kimi. İndi susuram hələ. Doyursunlar. Sabah oradan spamdan çıxıram. Sabah buranı spama salıp gedəcəm ora. Burada canlı açacağım. Ora spamdan çıxanda burada canlı açacağım. Gələcəkləri burada yazacaqlar. Görün də onların üzərinə nə deyəcəm.
Usta verib eləmirəm. Çörək qəşəng çörəkdir. Karta vururlar, ödəyəsin. Yo, Afqan atma, çox sağ ol, Allah başından törsün. Allah ürəyinə görə versin. Sən elə həmişə mənə dəstək ol usta. Sağ ol. Çok sağ ol Ayofika. Allah ürəyinə görə versin. Bu 50 tutmurdu, canım az tuturdu. Yine de Allah başından törsün. Sağ ol, sağ qurban olun. Şimdi partlayanlar çartdayım. Bir gün xəbər elə, Afika səndən oturacağım canım. Azərbaycandasan Afika. İki güne gələcəm. Tamamen də sərgi edirdim. Burada olsaydın görüşərdik. Peki qalım. Gözləyim səni. Mən sərgi edirəm Bərdiyə. Evimin vaxtı tutarım. 4 günü tutmuşdum evi. Yox, elə yox. Yazmağa görə yox. Mən evi 4-cü günə kimi tutmuşam. Yəni, bir gün vaxtım qutardı, səhər çıxmalıyam evdən. Dedim, bir gün burada olsaydım, bir gün görüşərdik. Kosmetologa çıxardım, axşam görüşərdik. İndi yox, axşam, gecə. Sabah Bərdədə olacam mən. Əslində vaxtı uzada bilərəm. Mən bilsəm ki, sən %100 hansı gün gələsən, o gün həmin günə uzadaram. Həmin gündə çıxıb gedərəm. Ev yox, qalsın gələn dəfərə.
uşaqlar. Mən elə bir hər şey görmüşəm də, bütün növ insanları görmüşəm, tanımışam, tanıyıram. Bax, mən bilirsən nədən xoşum gəlmir. İndi mənim fikrimdir, indi sizin xoşunuz gələ bilər. Bu qızla oğlan ki, əlləşə tutub gəzirlər. Nəsə, heç mənə yapışmır da. Xanım, o evi sizə kiriyə verməzlər. Ay qadam, niyə əlləşə tutublar ki? Bunlar evlənməyib, bir şey eləməyib. Bir onların böyüyü yoxdur ki, bir onlara məsləhət verir ki, ay balam, evlənəndə əlləşərsiniz, tutuşarsınız. Peki o qədəylə əlləşdin, əl-ələ tutuşdun, halan, hay, huy, sonra mı evlənmədiniz? Bu nə tər olacaq? Düz demirəm. Mənim qızım olsa mən qoymayacağım. Mənim qızım hansıda indi oğlanı sevəndə, ailə həyatı qurmaq istəyəndə, oğullarda çıxıb gəzməksə də olmayacaq. Elçi gələcəklər, bir nişanda görəcək, bir də parçada, vəssalam. Bir elçi gələndə, bir nişanda, bir də parçada, ondan sonra görməyəcək. Ərə gedəndə gedib ərinin əlindən tutar. Heç nişanlı olanda belə qoymayacağım. Geçsinlər, gəzsinlər, harasa çıxsınlar, qəti şəkildə. Peki nişanlı oldu. Qədəylə getdilər, hingirləşdilər. Bir aydan sonra qədənin beyni çöndü. Qız dedi, mənə xəyanət eləmişsən. Gədə dedi ki, yaxşı eləmişəm. Bu belə oldu, elə oldu, ayrıldılar. Nə tər olacaq? İndiki uşaqlar da bilmirsən. O vaxtın arvadları deyirdi, ərim xəyanət edir, yaxşı eləyir. Zato ər mənimdir mi? Mənim evimə gəlir. Ara ədəni fırlatsa da mənim evimə gəlir. O vaxt elə idi. İndi elə deyirəm. Firə çox sağ ol. Mənim atam sən dediyin kimi eləyib. Halal olsunsa, sən qeyrətli qızsan onda. İndi tərsin oldu, indi hingirləşib sonra mı evlənirlər? Xeyr, telefonla nəyə danışırlar ki, gedənə xeyirdir mi? Mən yoldaşımın nişanını görmüşəm, nişanını da görmüşəm. Sənin qeyrətinə qurban olum, ha. Afikal, çox sağ ol, canım. Allah rəhmət eləsin anana.
Mən dediyim xanımlar, bu dəqiqə mən danışdığım kimi də ailəsi ilə uşaqlarına o qədər xoşbəxtdirlər ki. Amma hingirləşib ərə gedənlərin hamısı bu dəqiqə bədbəxtdir. Amin. Amin Leyla. Allah xoşbəxt eləsin. Bilin mən. Allah sizi xoşbəxt eləsin. Biz də bacımla elə olmuş, atam qoymur. Sənin atan niyə bilirsən, niyə qoymurdu? Bilirsən, niyə qoymurdu? Mındar insanlardan uzaq tuturdu da sizi, çirkəb insanlardan. Onu evlənəndən sonra, uşaqların olandan sonra başa düşürsən onu. Onu uşaq vaxtı onu bir dərk eləmirsən. O gedə haram boynu yoğunuz ki, gələr mənim qızımı əlindən tuta gedə hingirləşə. Haradasa oturar, parkda qucaqlaşalar. Mümkündür. Ola bilməz. Bəs oğlum olsa, oğluma da qızıma nətər şeylim, hesabını deyərsən. Qızıma nətər qadağalar qoymuşam, oğluma da elə qadağa qoyacam. Bu dəqiqə içinizdə tanımadığınız pedofillər o qədərdir ki. Ona görə də qızıma nə cür tərbiyə verəcəm, oğluma da elə. Olmaz. Ben de uşaq olmuşam. Her şeyi bilirəm. Her şeyden məlumatım var. Sağ olun. Evlənəcək. Dədəmin anama yaşatmadığını, yaşatdıqlarını arvadıma yaşatmamaq üçün elə evlənmirəm. Mənim arvadım məndən evlənməyə gəlmir ki, mənim evimdə zülüm çəkə. Mənim arvadım gələcək, mənim evimdə rahat yaşamağa. Mənim uşaqlarım mənim yaşadığımı yaşayacaqsa mən nə evlənirəm, nəyə lazımdır ki? Şotumu ofikal verdi, uşaqlar sağ olsun. İndi attı kartımı. Çok sağ ol. Sağ ol, ayıpka. Uşaqlar,
Ofikal kartımı attım, mən də nağd verdim də. Nə əlaqəsi var? Şeydir. Nə deyirdim, yadımdan çıxdı. Yox, hesabı çıxarsın. Subaylar evlənməyəndə deyəndə ki, hamının həyatı eyni deyil də. Hamı, məsəl üçün, sənin ərin sağ göstərdiyi münasibəti yoldaşına göstərmir, fərqli-fərqlidir. Hamının həyat yoldaşı eyni olmur, axı fərqli-fərqlidir. Hərə bir cür düşünür, hərənin yoldaşı bir ağıldadır. Burada elə xanımlar var ki, indi ilk dəfə, məsəl üçün, sevgili bir-birlərini sevirlər, ailə həyatı qurublar, bəlkə də 20 ildir, ilk dəfə kimi yenə bir-birlərini sevirlər. Amma elə xanımlar da var ki, dədəsinin evində çəkdiyi zülümü deyib gedim ərə xoşbəxtçili bir gün işığı çox görərəm. Elə gedib dədəsinin evində də zülüm çəkir, gedib ərinin evində də zülüm çəkir. Bax, bədbəxtçilik bax budur. Uşaqlar, servis haqqı çıxıb da 2 manat neçə qəpik? 2 manat 59 qəpik servis haqqı çıxıbdır. Mən də şey eləyirəm. 1 manat 1 manat 90 qəpik qoyuram mən də. İstidir, uşaqlar, nə tərk edim mən buradan ora. 2 manat verdi da, 3 manat çıxıblar da özləri. O düzgün deyil ha, servis haqqı çıxmaqları. Bəlkə mən ona başqa cür servis haqqı verəcəm. O düzgün deyil. O mənim üçün müştərinin cibinə girməkdir. Sən oradan 2 manat 59 qəpik çıxmısan, mən bəlkə ora 5 manat qoyacam. Yox, sağ ol. Mən onsuz da servis haqqına əlavə çayı qoydum. Amma məsəl üçün deyirəm da. Getdik. Mən o yüzden yeter ki çimen uşaqlar. Yoxlatdım amore. Həkim dedi ki, burada belə bir wow, qabardacaq, qışqırdacaq, gücləndirəcək belə bir şey yox. Dedi 6 aydan sonra bir də yoxlayarıq.
Keçid hardaydı burada görən? Yok ama gel oradan da gidelim. Piyada keçidi bir dənədir. O tərəfə keçməyə üçün piyada keçidi yoxdur. Yeraltıdır. Düşməz. Mən üstdən keçəm mən. Aytaç xanımın salonu bu tərəfdədir. Şeydə, Heydərliyev mərkəzinin yanında. Görün. Soruşunu görün. Gəlin mən o var. Onun bir arası yazıyor. Bilmirəm, düz gedirəm, səhv gedirəm amma. Ne güzellik doğası köpeğin kızı. Murat çok sağ ol. Hanım salam. Heydərliyev mərkəzi o tərəfdədir. Sağ olun. Sağ olun. Aytaç xanımın yanına gedirəm. Uşaqlar, mən istəyirəm mənim saçım olsun. Mən başıma o qalpaqlar olur, O kişi gedirsən, o TikTokda çıxır, qabağına yapışdırırlar, bax ondan eləyir. Tolikin saçından. Pərviz Bülbülənin saçından. Gördünüz nə oldu? Pərviz Bülbülə getdi başına saç əkdi. Sonra qırxdı tökdü ayına hamısını o belə pul tökdü. Qırxdı tökdü ayına şey elədi. Getdi başına parik qoydu. Qaşım ağarmayıb yox. Ondan saç ekdir. Ekdirənlərin elə ağzı balabat. Mənə qalmışam mən. Arvadın boğazında yarım kilo rekirsep var. Orada arvad oturubdu, yarım kilo boğazında rekirsep var. Kalkotkasını şeyləyib. Ne deyirsən, laklayıb, cırılıb, laklayıb. Büzüşdürüb giyinib ayağına.
Anama dünənlərim 2 dənə şalvar almışam, bir dənə sırqa almışam. Sənə nə? Niyə ki? Maraqlıdır da. O yarım kilonu aparıb satıverim. Krallar kimi yaşayaram. Onu boğazıma takmakla ne değişir? Hansı pulla almışsan? Səni qıdıqlayır. Peki girim birə baxamaz. Gəzim də. Günel ticarətdir bura. Görüyorum. Bakın. Ne yaman üstü daha az bura. Görün kişi paltarlar oradan. Kişi paltarları yok değil burada. Kişi paltarları yoktu burada. Həzaslan və gedin orada var. Ya şey üstüne işim var. Ananı koftada. Kofta yok, geçe bir keten sarışka alaram. Kofta yok. Yaydı qabaqdan yay gəldi. Deyirsən, xalqın cəmaatın qızı pişdiyin şeyin içində, koftanın içində. Mən də tutmuşam. Kirib canım. Hamı kirib olub deyil, hamı fırtılığın axıdaqda gedir. Nezik kofta. Koftanın nezik qalın olmur. Yayda bütün koftalar adam pişirir. En geçək keten sarışqadır. Xanımlı kişili. Qaşıq olmazsa marojna olmaz ümumiyyətcə. Mən yemirəm marojnası, sevmirəm. Uşaqlar, mən aparmışdı restorana. Öz çəngəli ilə mənim ağzıma marojna soxdu. Mən də onun ağzına soxdum, o da mənim ağzıma soxdu. Ona görə də krip oldu. Ale burası fetvorne uzundan. Buranın neyin göstərmir? Salam. Necəsiz? Yaxşı olun. Salam. Salam. Yaman isti oldu ya. Salam aleyküm. Salam, necəsiz? Xoş gəldiniz. Sağ ol. Konsenerlər niyə qoşmursunuz? Dedi. Salam Aytaç xanım. Necəsən? Xoş gəlmisiniz. Sağ ol canım. Hansı nə istəyirsiniz? Üstüdür. Yaxşı, başla bir dəqiqə. Gittim biraz yemek yedim dedim bak xoş tez gəlmisiniz, geldim. yaxşı. Ya bunu bırak koyacağım. Hə, qoy. Çay kofe nə deyirsiniz? Ne? Hiç ne? Niyə? Can sağ olun. Necəsən, nə var nə? Yaxşı görmüşsən, maşallah. Niyə? Yaxşı görsən nə? Ha, yaxşı. Qocalmamışam. Yo. Bax, qocalmam nə var üzüm başına. Salam, necəsiz? Çoxdan qocalmışam. Bir
7-8 ay var. Axırıncı dəfə nə qədər vaxt köçmüsən burada? Buradan 6 aydır. Ondan da 1-2 ay qabaq. Hara gəlmişsən? Hara gəlmişsən? Hara gəlmişsən? Mən Bakıma düşmürəm. Nə etdirəsən? Deyəşəm. Üzün keylərsən də. Donuram, donmuram. Yox, qəşəng idi, sıfır çox gözəldir. Başın qalsın, yəni sevməyəcək. Amma başa çox üstü var idi. Dəhşət. O meyve şeyə qoşulmuş. O meyve şeyə qoşulmuş.